Hörmətli professor, müəllim heyəti və dəyərli tələbələr, hər birinizi UNEK Kitabxana İnformasiya Mərkəzinin 4 saylı kitabxanasından salamlayıram. Bugün biz UNEK Kitabxana İnformasiya Mərkəzinin 4 saylı kitabxanasının fondunda yer alan həm akademik fəaliyyətlərdə, həm də müasir biznes idarəçiliyində fundamental əhəmiyyət kəsb edən marketinqlə bağlı nəşrləri nəzərdən keçirəcəyik. İlk kitabımız müəllifləri Robert Palmater, Shri Hari Seydar olan 2024-cü ildə nəşr olunmuş Marketing Strategiyası kitabıdır. Bu kitab marketing strategiyalarının hazırlanması və tətbiqi prosesini izah edir. Müəlliflər şirkətlərin bazarda necə rəqabət apardığını, düzgün mövqe seçdiyini və müştəri dəyəri yaratdığını real nümunələrlə göstərirlər. Kitabda strateji planlaşdırma, bazar analizi və qərar vermə mexanizmlərinə xüsusi diqqət yetirilir. İkinci kitabımız müəllifi Matthew Shank və Mark Lieberger olan 2022-ci ildə nəşr olunmuş Sports Marketing kitabıdır. Kitab ingilis dilindədir. Bu kitab idman sahəsində marketing fəaliyyətinin xüsusiyyətlərini izah edir. Müəlliflər idman təşkilatlarının brend yaratma, sponsorluq və azarkeş auditoriyası ilə münasibət qurma proseslərini təqdim edirlər. Üçüncü kitabımız müəllifləri Philip Kotler və Gary Armstrong olan 2021-ci ildə nəşr olunmuş Marketinqin əsasları kitabıdır. Bu kitab marketinq sahəsinin fundamental anlayışlarını izah edən ən məşhur mənbələrdən biridir. Müəlliflər marketinqin necə yarandığını, istehlakçı davranışını və bazar münasibətlərini sadə və anlaşılır şəkildə təqdim edirlər. Dördüncü kitabımız müəllifləri Dave Chaffee, Fiona Ellis Chadwick olan 2019-cu ildə nəşr olunmuş Digital Marketing Strategy Implementation and Practice kitabıdır. Kitab ingilis dilindədir. Bu kitab rəqəmsal marketinqin əsas istiqamətlərini və müasir texnologiyalarla əlaqəsini izah edir. Beşinci kitabımız müəllifi Aslan Məmmədov olan 2014-cü ildə nəşr olunmuş Marketing kitabıdır. Aslan Məmmədovun Marketing kitabı marketing fəaliyyətinin əsas prinsiplərini və nəzəri əsaslarını izah edir. Kitabda bazarın öyrənilməsi, istehlakçı tələbatının müəyyən edilməsi və marketing strategiyalarının qurulması haqqında məlumat verilir. Eyni zamanda marketinqin iqtisadiyyat və biznes sahəsindəki rolu geniş şəkildə açıqlanır. Altıncı kitabımız müəllifi Philip Kotler olan 2008-ci ildə nəşr olunmuş Marketing Management kitabıdır. Philip Kotlerin bu kitabı marketinqin idarə olunması, planlaşdırılması və istehlakçı ilə münasibətlərin qurulması mövzularını əhatə edir. Müəllif bazar araşdırmaları, brend idarəçiliyi və marketinq qərarlarının verilməsi proseslərini geniş şəkildə izah edir. Sizə təqdim etdiyimiz kitablarla yaxından tanış olmaq üçün UNEK Kitabxana İnformasiya Mərkəzinin 4 saylı kitabxanasına müraciət edə bilərsiniz.